Xanımlar iki yerə bölünür. Əvvəl makiyaj edib sonra geyinənlər, bir də əvvəl geyinib sonra makiyaj edənlər. Bəs sən necə edirsən? Bugün iftara hazırlaşıram. Allah oruclarınızı və dualarınızı qəbul etsin. Ailəmlə bir yerdə restorana gedirik. Əslində çəhrayı tonlarda makiyaj eləmək istəyirdim, sırf yaza uyğun, amma nəsə fikrimi dəyişdim. Sözün düzü heç yaz havası da yoxdur. Burada sabitləyici spreyi qorxa-qorxa püskürdürəm. Charlotte bacı sağ olsun, arada sanki üstümə tüpürür. Mənə abunə olsaz çox böyük dəstək olarsınız qızlar. Özümü arxa kameraya öyrəşdirməyə çalışıram. Əvvəl ara sıra ön kameradan istifadə edirdim, amma son zamanlar sizin pozitiv rəylərdən sonra istəyirəm ancaq arxa kamera ilə çəkim. Videoların keyfiyyətini sizin üçün təkmilləşdirmək istəyirəm. Ona görə siz bu videonu bəyənsəz mənə çox böyük dəstək olarsınız. Burada bir saat özümə sırğa seçməyə çalışıram. Bu arada bu bijuteriyanı qutu ilə bir yerdə hamısını Temudan və AliExpressdən sifariş eləmişəm. Qızılları göstərmirəm, deyirəm birdən gözlər. Əlbəttə ki, zarafat eləyirəm. Nəticə necədir şərhlərdə mütləq yazın.